Atalarımız belə yerdə yaxşı deyib. Gec olsun, güc olmasın. Nəhayət ki, hamının gözlədiyi yarmarka açıldı. Soyuq əllər, isti ürəklər yarmarkası bu gün saat 11:00-dan etibarən öz fəaliyyətinə başladı. Hər zaman olduğu kimi onlarla ləzzətin birləşdiyi bu yarmarkada mən də bu gün oldum və əlimdən gəldiyincə bütün stendləri sizin üçün çəkib paylaşmağa çalışdım. Keçən il olduğu kimi hər hansı əyləncələr tərtib olunmasa da açılışa özəl, yenə də bəzi stendlər var idi ki, onlar mənə elə gəlir ki, hamımızın baş tacıdır. Mənim hər il yarmarkada darıxdığım bu stendlər kumpir, korundok, balıq ekməkdir və təbii ki, ilk getdiyim gün də mütləq şəkildə bunların dadına baxdım. Onun üçün də ayrıca bir video hazırlayacağam. Təbii ki, çox fərqli dadlar da var idi. Onları da mütləq şəkildə dadıb sizinlə bölüşəcəm. Dekorasiyaya gəldikdə isə mənim gözümə tək fərqli gələn bu idi. Qalan bütün dekorasiyalar mənə elə gəlir ki, hər il olduğu kimidir. Burada müxtəlif oyunlar da oynayıb hədiyyələr qazana bilərsiniz. Bəs sizin yarmarkada favori təamınız nədir? Onu da mütləq rəylərdə yazmağı unutmayın. Videonu bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşənədək.